Axşamınız xeyirli olsun, dəyərli üzvlər. Mən Alva Qrup şəxsi inkişaf qruplarının rəhbəri İlhamə Bayramova. Hər birinizi növbəti pedaqoji təlimimizə xoş gördüm. Dəvətimi qəbul edib gəldiyinə görə dəyərli təlimçimizə Cüneyl xanıma təşəkkürlərimi bildirirəm. Ümid edirəm əməkdaşlığımız güclü, sağlam olar, daimi olar, davamlı olar. Təşəkkür edirəm ki, bu dəyərli vaxtını, bilgilərini, məlumatlarını, təcrübələrini bizimlə bölüşür və siz dəyərli üzvlərimə təşəkkür edirəm ki, yenə bu gün bizimləsiz. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir təlim olar. Çünki vaxt idarəsi bir müəllimin ən böyük silahıdır. Nə qədər düzgün formada onu qursa, bir o qədər uğurlu bir iş alındırar. Mən ekranı paylaşım, çox vaxtınızı almaq istəmirəm. Sözü dəyərli təlimçimizə Cüneyl xanıma vermək istəyirəm. Ekran görüntüsü haqqında məni məlumatlandırarsınız. Buyurun Cüneyl xanım, söz sizindir. Təşəkkür edirəm bir daha. Salam, hər vaxtınız xeyir olsun. Hər salamlayıram. Bu möhtəşəm təlim üçün də mən təbii ki, dəvət etdiyiniz üçün də ayrıca İlhamə xanım sizə dərin minnətdarlığımı bildirirəm və təlimdə iştirak edən əziz həm psixoloqlarımız da təbii ki, onlar da bunu da hər birinizə ayrı minnətdarlığımı bildirirəm ki, bugünkü təlimdə iştirak edirsiniz, mənimlə birgəsiniz. Öz bildiklərimi, öz təcrübələrimi, öz belə deyim də pedaqoji fəaliyyətimdə olan bütün təcrübələrimi sizinlə paylaşacağım və təbii ki, yekunda olan nə suallarınız varsa buyurub hər birini verə bilərsiniz. Sual cavabda və eyni zamanda müzakirədə aktiv olsaq təlim daha maraqlı olar deyə düşünürəm. Bitirmədən istəyirəm başlayım. İlk öncə özümü təqdim edeyim mən. Mən Günel Abbasova, Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda ibtidai sinif müəllimiyəm. Belə deyək ki, ibtidai sinif müəllimiyimi bitirmişəm, amma hal-hazırda Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə fəaliyyət göstərirəm. İxtisaslaşmış bir pedaqoq və eyni zamanda tədris mərkəzi, onlayn tədris mərkəzinin təsisçiyəm. Pedaqoji fəaliyyətim boyunca fərdi və qrup dərsləri onlayn və əyani mühitdə tədris təcrübəm olub və mənim üçün müəllimlik sadəcə bir ixtisas deyil, həm də şəxsiyyətin inkişafına, cəmiyyətin formalaşmasına birbaşa təsir edən müqəddəs bir vəzifədir. Bu yolda məqsədim yalnız mövzu öyrətmək deyil, uşaqlara düşünməyi, özlərinə güvənməyi, məsuliyyətli olmağı və ən əsası öyrənməyi öyrətməkdir. Bugünkü təlimdə isə sizinlə müəllimlərin ən əsas ehtiyac duyduğu iki bacarıq üzərində danışacağıq. Effektiv dərs planlaşdırılması və vaxtın düzgün idarə olunması. Bu sahələrdə sistemli düşünmə bacarığını formalaşdırmaq təkcə dərs keyfiyyətini deyil, həm də müəllimin psixoloji rahatlığını da artırır. Burada olmaq, yəni müəllim olaraq illərdir içimizdə daşıdığımız hissləri, çətinlikləri, sevincləri və mübarizələri yenidən bölüşmək deməkdir. Və hər bir müəllim bilir ki, bizim peşə kənardan göründüyü qədər sadə deyil. Çünki biz təkcə dərs keçmirik, biz ümid yaradırıq, istiqamət veririk, formalaşdırırıq və ən əsası insan yetişdiririk. Buna görə də bugün danışacağımız mövzu dərs planlaşdırılması və vaxtın idarə olunması tək texniki bir məsələ deyil. Bu, müəllimin özünü qoruması, gücünü doğru istifadə etməsi və işinin dəyərini yaşatması deməkdir. Müəllimin dərsə girməsi əslində onun bir professional kimi imzasıdır. Bunu mən başlıqda da qeyd etmişəm, slaydda da göründüyü kimi. İlk olaraq gəlin dərs planının mahiyyətinə toxunaq. Dərs planı müəllimin özünə qarşı məsuliyyətidir. Çünki planlaşdırılmış dərs müəllimi yormur. Əksinə iş yükünü yüngülləşdirir. Çünki müəllim dərsə girən zaman nəyi hansı ardıcılıqla edəcəyini bilirsə, həm izah daha aydın olur, həm şagirdin diqqəti dağılmır, həm də dərs vaxtı nəzarətdə qalır. Və dərs planı həm də müəllimin güvənini artırır. Çünki müəllim dərs prosesində gözlənilməz situasiyalarla qarşılaşsa belə, əsas xətti bildiyi üçün çətinlik yaşamır. Və hər dərs bir nağıl kimi başlamalıdır və bu nağılın girişində biz şagirdin diqqətini tutmalıyıq. Çünki dərsin ilk dəqiqələri bütün prosesi müəyyən edir.
İlk dəqiqələrdə müəllim sual verir. Kiçik hadisə danışır. Bəzən sadəcə mövzu ilə bağlı gündəlik həyatdan bir nümunə çəkir və bununla dərsə bir nəfəs verir. Və həmin ilk atmosfer, yəni motivasiya mərhələmiz sonrakı 40 dəqiqənin uğurunu formalaşdırır. Şagird hiss edir ki, bu dərs boş deyil. Bu dərsin bir məqsədi var. Və dərsin məqsədi nədir? Dərsin məqsədi əslində dərs planının ürəyi kimi düşünürük və müəllim ən əvvəl sual verməlidir. Mən bu dərsin sonunda şagirdə nəyi öyrətmiş olacam? Və bu sual o qədər ciddi və dərin sualdır ki, bəzən müəllim illərlə dərs keçsə belə bu sualı özünə vermir. Amma bilmək lazımdır ki, məqsəd dəqiq olanda müəllimin bütün izahı, fəaliyyətləri, kartları, nümunələri həmin məqsədin istiqamətinə yönəlir. Məqsəd dəqiq olmayanda isə dərs səpələnmiş olur və biraz buradan, biraz oradan, amma yekunda nəticə sıfır. Yeni bilik mərhələsinə keçərkən müəllim izahı maksimum yığcam etməlidir, sadə ardıcıl verməlidir və bugün şagirdlərin diqqəti o qədər sürətlə yayılır ki, yəqin ki, dərs prosesində özünüz də dərindən buna fikir verirsiniz, nəzarət edirsiniz. Uzun nitq şagirdi dərsdən qoparır. Şagird izah eşidəndə yox, nümunə görəndə anlayır. Ona görə də izah zamanı çox danışmaq yox, çox göstərmək lazımdır. Əsasən ibtidai siniflərdə. Məsələn, qrammatik qaydanı 10 dəqiqə danışmaq əvəzinə lövhəyə 3 cümlə yazıb, şagirdə bu 3 cümlənin fərqini özün tap demək daha effektivdir. Çünki şagird kəşf etdiyini heç vaxt unutmaz. Və dərsin ən böyük hissəsi isə tətbiqdir. Bilirsiniz, yəni, çünki şagird tətbiq etmədiyi məlumatı bir neçə dəqiqə sonra unudur. Deməyə nə var? Oturaq bir 5 dəqiqə, 10 dəqiqə bir mövzu haqqında uzun-uzadı danışaq. O şagird o mövzunun yekununu tətbiq edə bilməyəcəksə, həmin mövzunun heç bir əhəmiyyəti qalmır. Hər bir müəllim bunu hiss edirdi. Və şagird dərsə başı ilə təsdiqləyir ki, başa düşdüm. Amma tapşırığa gələndə artıq görürsünüz ki, çətinlik yaşayır. Çünki şagird belə deyək, ancaq tətbiq etdikdə bilir ki, mövzunu anlayıb ya yox. Və bu mərhələdə şagirdləri cütlərlə, qruplarla işlətmək həm zamanı doğru bölməyə kömək edir, həm də şagirdlərin bir-birinin öyrənməsinə də şərait yaradır. Elə bir bu sual verəndə o birisi də onun sualını eşidir, yekunda o da onun sualına nəsə öyrənmiş olur. Yəni, qarşılıqlı şəkildə bu proses baş verir, birgə şəkildə olur. Və bu zaman müəllim auditoriyanı gəzir, hər qrupun işi ilə qısa şəkildə maraqlanır və dərsin ritmini qoruyur. Deməli, izahın ardınca praktika mütləq olmalıdır. Cütlüklər, qrup işi, mini testlər, kartlarla fəaliyyət hər bir şagirdi həm aktiv edir, həm də dərs zamanı necə getdiyini hiss etdirmir. Və müasir şagird pasiv dinləyici ola bilmir. O hərəkət istəyir, dinamika istəyir. Ona görə də biz dərsi aktiv prosesə çevirməliyik. Və dərsin sonunda mini qiymətləndirmə aparmaq isə təsadüfi bir hissə deyil, bu dərsin güzgüsüdür. Biz bu güzgüyə baxıb görürük ki, dərsdə nə yaxşı getdi, nə çatmadı və yekun suallar 2-3 cümləlik sorğu, qısa test, hər bir müəllimə dərsin real nəticəsini göstərir və dərs burada bağlanır və şagirdin beynində təmiz iz buraxır. İndi isə keçək vaxtın idarə olunmasına. Əziz müəllimlər, mövzumuzun belə deyək də, ən maraqlı hissəsi də budur deyərdim. Çünki bu mövzu bizim ən böyük dərdimizdir. Çünki müəllim olmaq təkcə dərs saatında ibarət deyil. Yəni, biz dərs hazırlayırıq, testlər çəkirik, testlər işləyirik, özümüz bu testləri işləyirik, valideynlərlə gün ərzində danışırıq, yazışırıq, şagirdlərin bəzən olur ki, problemlərini dinləyirik, evə gedəndə belə beynimiz dərsdəki situasiyalarla təkrar yaşayır. Bir tərəfdən özümüzə də, öz şəxsi həyatımıza da zaman ayırmalıyıq. Buna görə də vaxtı doğru bölmək ən vacib bacarıqlardan biridir və müasir pedaqogikada müəllimlər üçün bir çox vaxt idarə etmə modelləri var. Məsələn, Eisenhower modeli müəllimə belə deyək də, işləri vaciblik dərəcəsinə görə ayırmağı öyrədir. Bu modelə görə hər bir işi təcili və vacib amma təcili olmayan, təcili amma vacib olmayan və nə təcili, nə də vacib olaraq 4 yerə bölmək lazımdır. Biraz fikir qarışa bilir, amma əslində diqqətlə yanaşsaq, belə
belə deyək də, yəni bunu özümüzdə bir cədvəl kimi də təyin edib qura bilərik. Həftəlik, aylıq, günlük planlarımızı. Və bu sistem insanı həm gərginlikdən uzaq tutur, həm də gün ərzində vaxtın necə axdığını göstərir. Və buna görə də müəllim üçün düzgün vaxt idarə etməsi həm işinin keyfiyyətini artırır, həm də özünü psixoloji tükənmədən qoruyur. Və mən bir kitab oxuyuram və bu kitabı sizə də göstərmək istəyərdim ki, bilmirəm bu kitabı oxumusunuz, oxumamısınız. Yekunda siz də öz fikirlərinizi bölüşərsiniz və oxumamısınızsa mütləq şəkildə tövsiyə edərdim ki, bu kitabı mütləq şəkildə oxuyun. Brian Tracy o qurbağanın az vaxtda daha çox iş görməyin 21 üsulu. Bu kitabı oxuduqdan sonra həm belə deyək də hərtərəfli şəkildə fikirlərim tamamilə dəyişdi və artıq əvvəl, məsələn, dərslərdə açıq etiraf etmək gərəkərsə əgər, əvvəl dərsləri məsələn çatdıra bilmirdim. Keçirdim bir mövzunu, testinə gələndə artıq vaxta biləkdə bir 15 dəqiqə qalırdı. 15 dəqiqədə test çatdırmaq olmur, çünki onun izahı da var. Amma indi artıq elə bir problem yaşamıram, çünki bu kitabı oxuyandan sonra artıq özümü də qeyddən tutmuşam. Məsələn, sizə mən öz qeyd dəftərimi də göstərim. Bu mənim qeyd dəftərimdir. Sırf bu kitabdan çıxardığım nəticələrin qeyd dəftəridir. Və mən burada belə deyək də planlarımı yazıram, qeyd edirəm. İndi isə gələk nəyə? Vaxt idarəsində ilk sir budur ki, müəllim hər işini beynində yox, kağızda idarə etməlidir. Günün planı yazılmalıdır. Necə ki, dərsin planı varsa, müəllimin öz gününün də planı olmalıdır. Və hansı iş təcilidir, hansının daha vaxtı var, hansını ertələmək olar. Əks halda bütün işlər beynimizdə bir-birinə qarışır və özümüz də yoruluruq. İş də yarımçıq qalır. Və iş zamanı ən əsas məqsədiniz zehni, emosional və fiziki enerji sərfiyyatınızın maksimal qaydışına nail olmaqdır. İşin yaxşı tərəfi isə odur ki, planlaşdırmaya sərf edilən hər dəqiqə işin icrası zamanı 10 dəqiqənizə qənaət edir. Və gününüzü planlaşdırmağa bir 10-12 dəqiqə belə deyək də vaxt tələb etmiş olacaq və bu kiçik vaxt yatırımı da gün ərzində sizin 100 və 120 dəqiqəlik vaxtınıza qənaət etmiş olacaq. Belə bir teorem də var ki, öncədən yaxşı planlama zəif nailiyyətin qarşısını alır. Çox gözəl bir cümlədir və planlaşdırmanın məhsuldarlıq və bacarığınızın nə qədər artdığını nəzərə aldığınızda, nə qədər az insanın gündəlik planlaşdırma etməsi sizi təəccübləndirəcək. Və planlaşdırma həqiqətən də sadə bir işdir. Bizim düzdür, biraz vaxtımız ala bilər, amma yekunda nailiyyətinizin qazanmanı səbəb olacaq. Və sizə sadəcə ağ vərəq və sadə şəkildə bir qələm lazımdır. Bu qədər sadə. Və hər zaman yenə deyirəm, siyahı üzrə işləmək daha məqsəd uyğundur. Nəysə yeni bir iş çıxanda dərhal siyahıya qeyd əlavə edin. Çünki siyahı üzrə işləməyə başladığınızda gündəlik məhsuldarlığınızı 25% artırmış olarsınız. Başqa sözlə də desək, hər gün əlavə 2 saat qazanmış olarsınız və hər günün siyahısını bir gün əvvəl, yəni axşam hazırlayın. Ötən günün siyahısından qalan işləri növbəti günün siyahısına əlavə edin. Bu formada, bu perioddan davam edin. Çox zaman bütün günü məşğul olan, amma çox az nəticə əldə edən insanlarla rastlaşa bilərsiniz və əksər hallarda bunun səbəbi həmin insanların az əhəmiyyət kəsb edən işlərə vaxt sərf edib, özləri və şirkətlər üçün faydalı olan işləri yubatmaqlarıdır. Və gün ərzində görə biləcəyiniz ən dəyərli işlər çox zaman çətin və mürəkkəb olan işlərdir. Amma bu işləri effektiv şəkildə bitirməyin mükafatı heyrətamız ola bilər. Buna görə də siz siyahınızda 20% əhəmiyyətli işlər olduğu halda əhəmiyyətsiz 80%-ə vaxt sərf etməkdən qəti şəkildə yayınmalısınız. Daim hər hansısa bir işə başlamazdan öncə özünüzə sual edin ki, bu iş siyahının ən vacib 20%-nə aiddir, yoxsa əhəmiyyətsiz 80%-ə mi? Sırf bu qeyd etdiyim hissəsi bu kitabda var və çox dərin şəkildə, aydın şəkildə izah olunubdur. Və öncə xırda işləri aradan çıxarmaq həvəsini boğmaq lazımdır.
unutmayın ki, dönə-dönə etmək qərarına gəldiyiniz iş sonunda tərk etməsi çətin olan adətə çevrilir. Əgər gününüzü əhəmiyyətsiz işlərlə başlamaq qərarına gəlsəniz, tezliklə diqqətinizi əhəmiyyətsiz işlər üzərində cəmləmək adəti formalaşdıracaqsınız və bu malik olmaq istədiyiniz adət deyil. Əhəmiyyətsiz işlər elə bilin ki, dovşanlar kimidir, sürətlə çoxalırlar və onları bitirməyə heç zaman vaxtınız çatmayacaq. İstənilən vacib işin ən çətin hissəsi isə ilk olaraq ondan başlamaqdır və işə başladığınızda isə təbii olaraq davam etməyə ruhlanacaqsınız. Beyniniz həqiqi nəticələr gətirəcək, əhəmiyyətli işlər üzərində işləməyi sevəcək və sizin işiniz beyninizi daim bu cür işlərlə qidalandırmaqdır. Dərs zamanı isə vaxtınız bu ümumidir. İndi dərs zamanı vaxt idarə edilməsinə gələk. Dərs zamanı vaxt idarə edilməsində isə ən böyük yardımcı timerdir. Və bu çox sadə bir vasitə olsa da, dərsin intizamını qorumaqda inanılmaz təsirlidir. Məsələn, şagirdlərə deyirsiniz ki, bu tapşırığı 3 dəqiqəyə tamamlayırıq və vaxt qoyuruq. Bu, həm şagirdin motivasiyasını artırır ki, müəllim vaxt qoydu, mən bu vaxt ərzində bu tapşırığı yekunlaşdırmalıyam. Həm də dərsdə vaxt itkisini də aradan qaldırır və beləliklə vaxta qənaət etmiş olursunuz. Yəni, timerlə, saatla, alarla işləyin. Vaxt itkisinin qarşısına alan digər bir üsul isə dərsdən əvvəl bütün materialların hazır olmasıdır. Kağızdır, markerdir, tapşırıq kartları varsa onlardır, videolardır, slaydlardır, nümunələrdir. Hər şey dərs başlamazdan əvvəl müəllimin masasının üzərində olmalıdır. Çünki dərs zamanı material axtarmaq, kitab çevirib səhifə tapmaq və yaxud da uyğun nümunə axtarmaq o həmin mövzuya, bunların hamısı vaxt itkisidir və həm müəllimin ritmini pozur, həm də şagirdlərin diqqətini yayındırır. Yəni, sırf belə bir hallar yaşandıqda. Müəllim üçün isə ən böyük yük isə çox zaman hazırlıq mərhələsidir. Müəllim stresə düşür. Mən bunu nə vaxta çatdıracam? Bu dərs çatdırılmalıdır, nümunə çəkməliyəm, slaydları yerləşdirməliyəm, sonda yekunda cavabları yoxlamalıyam, uşaqlara sualları izah eləməliyəm. Bunların hamısı əvvəlcədən yenidən hazırlanmalıdır. Və buna görə də, bilmirəm, yəqin ki, məlumatınız olar, Pomodoro metodu var. Pomodoro metodu müəllimlər üçün çox effektivdir. 25 dəqiqə diqqətli iş, 5 dəqiqə isə fasilə prinsipinə əsaslanır. Və uzun hazırlıq işlərini parçalamaq müəllimin zehni yorğunluqdan qoruyur. Və bəzən 2 saatlıq işi bu cür qısa hissələrə bölmək həm daha məhsuldar nəticə verir, həm də müəllimi psixoloji olaraq rahatlaşdırır. Yəni, 25 dəqiqə diqqətli iş, 5 dəqiqə fasilə. Sonra o işin dəqiqəsini də artırırıq, fasilənin dəqiqəsini də artırırıq. Olur 35 dəqiqə, 10 dəqiqə fasilə. Bax, bu formada. İkinci sir nədir? Müəllim hər işi özü etməməlidir. Şagirdlərə məsuliyyət vermək həm onların inkişafına, həm də müəllimin vaxtına fayda verir. Məsələn, mən məktəb dərslərini nəzərdə tuturamda çox var. Qruplara bölünərkən materialı paylamaq, bir şagirdə tapşırıq vermək, lövhəni silməyi başqasına vermək, o birisinə müxtəlif başqa bir cür tapşırıq vermək, tapşırığın qaydasına uyğun olaraq qrup liderinin məsələn izah etməsi. Bunlar həm müəllimin işini asanlaşdırır, həm də sinifi aktiv vəziyyətdə saxlayır, həm də şagirdlər arasında liderlər çıxardır. Bu da təbii ki, sizin dərs prosesinizi daha effektiv edir. Tədrisli texnologiyada vaxtın idarəsində möcüzə yaradır. Məsələn, Wordwall, Kahoot'dur, Quizlet'dir kimi bu platformalar var. Həm dərsi maraqlı edir, əsasən kiçik siniflərə aiddir. Həm də müəllimin işinin yarısını yüngülləşdirir. Çünki hazır şəkildə olur bunlar. Bir dəfə oyun hazırlayırsan, illərlə istifadə edirsən. Bir dəfə kartlar düzəldirsən, bütün qruplarla işləyirsən. Bu həm vaxtdır, həm də enerjidir. Və seminarın sırf bu hissəsində bir vacib məsələndə ürəkdən demək istəyirəm ki, müəllim özü də yorulmalıdır çox, çünki yorulmuş müəllim nə qədər istəsə də yaxşı dərs keçə bilməz. Nə qədər desək ki, yorulmamışıq, yox, düzdür, yorulmuşuq, amma çox vaxt deyil ki, yox, nə yorulmaq, müəllim yorulmaq elə. Yəni, cümlələrimiz olur, özümüzü ələ vermirik, amma əslində bizim yorğunluğumuzu qıraqdan şagirdlər daha yaxşı hiss edir, görürlər. Çünki, yenə deyirəm, yorulmuş müəllim nə qədər istəsə də yaxşı dərs keçə bilmir. Vaxt idarə edən müəllim isə həm enerji olur, həm də şagirdlərlə ünsiyyətdə
daha sakit və mehriban olur. Və hər dərsə girməzdən əvvəl müəllim öz-özünə deməlidir. Bugün mən idarə edirəm. Bugünü mən idarə edirəm. Zaman idarə eləmişim. Yəni zaman yox. Bugün idarəçisi mənəm. Ümumiyyətcə, son olaraq da bunu demək istəyirəm və bundan sonra istəyirəm bir müzakirə mərhələsinə keçək. Mən çox danışmaq istəmirəm. Çünki bildiklərimizi belə deyək də paylaşdıqca daha çoxalır və paylaşdıqca biz istədiyimiz hissəyə gəlib çatırıq. Dərsin planlı olması, vaxtın düzgün bölünməsi, müəllimin öz enerjisini qorumasıdır. Bunlar həm bizim peşəmizə olan sevgimizin, həm də şagirdə olan hörmətimizin göstəricisidir. Və biz dərsi planlayanda əslində şagirdin gələcəyini planlayırıq. Biz vaxtımızı idarə edəndə şagirdin vaxtına da dəyər vermiş oluruq. Bugünkü seminarda danışdığımız hər fikir, hər nüans əslində bir müəllimin özünü daha güclü hiss etməsi üçündür. Çünki müəllim güclüdürsə, şagird də güclüdür. Müəllim rahatdırsa, dərs də rahat keçir. Yəni, hər şey müəllimin asılıdır. Müəllim planlıdırsa, bütün proses axıra qədər də aydın olur. Və seminar boyunca biz dərs planlaşdırmasının əhəmiyyətindən, mərhələlərindən, tətbiq yollarından və vaxtın idarə olunmasından danışdıq. Ümid edirəm ki, burada səsləndirilən fikirlər sizə həm dərs prosesində, həm də gündəlik işinizdə də rahatlıq gətirəcək və unutmayaq ki, səmərəli dərs təsadüfən yaranmır, planlı, məqsədli və sistemli yanaşmanın nəticəsində formalaşır. Yekun olaraq da bunu demək istəyirəm ki, hər birinizi işinizdə uğurlar arzulayıram və inanıram ki, bu prinsiplər sizə daha güvənli, daha rahat və daha məhsuldar tədris mühiti yaradacaq. Çünki bizlər bu ölkənin gələcəyini yetişdirənlərik, müəllimlərimiz və hər gün, hər dərsdə, hər tapşırıqda gələcəyin qapısını açırıq. Allah hər birimizin işini asan etsin, bizə güc, qüvvət və ən əsası da enerji versin. Çünki bir müəllim üçün bundan yaxşı dua olmaz deyə düşünürəm. Və son olaraq da bunu demək istəyirəm ki, dinlədiyiniz üçün minnətdaram, iştirakınız üçün də çox təşəkkürümü bildirirəm. Ən başda İlhamə xanım olmaqla ki, bu təklifi mənə verdi ki, bir təlim təşkil edək və mən də təbii ki, məmnuniyyətlə qəbul edim. Ümid edirəm bu şəkildə maraqlı mövzularla, sırf belə deyək də, pedaqoji fəaliyyətimizdən yaranan xüsusi mövzularla söhbətlərimiz olar, təlimlərimiz olar. Bir daha dinlədiyiniz üçün minnətdaram. İndi isə öz fikirlərinizi, öz belə deyək, dərs prosesində qarşılaşdığınız, belə deyək, təsadüfən qarşılaşdığınız metodlar, öz dərs prosesinizdə belə deyək, etdiyiniz metodlar, bu hər birini bölüşərək son olaraq daha maraqlı bir yekununu vermiş olarıq. İndi buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun. Bir daha təşəkkür edirəm bu gözəl, aydın izah üçün. Minnətdaram. Əl qaldıran müəllimlərimiz varsa fikirlərini bildirə bilər. Salam, axşamınız xeyir olsun. Çox sağ olun İlhamə qızım və Günel xanımdır da, səhv eləmirəmsə, təlimçimiz. Təşəkkür edirəm qızım. Çox razı qaldım. Çox savadlı, çox özünə hakim olan müəllimə idi. Bilmək istəyirəm, müəllim hansı fəni tədris edir? Mən Azərbaycan dili və ədəbiyyat fəni. Çox gözəl, çox şanslı şagirdləriniz var deyə düşünürəm. Bir də ki, sizdən bir şey soruşacaqdım. O, bir kitab adı çəkdiniz. Kitabın adını təkrar edə bilərsiniz, zəhmət olmasın. Əlbəttə ki, mən hətta istəyirsiniz bunu bu formada tutum. Siz ekran kaydı və yaxud da ekran rəsmini təkin götürün. Hər yerdə, daha doğrusu, yəni kitab satılan platformanın hər birində var. Çox mükəmməl bir təsvir kitabdır. Yəni